Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Mart ayının 6-sı Ramazan ayının 16-cı günüdür. Martın 6-sında imsak vaxtı saat 05:41, iftar vaxtı isə saat 18:52-dədir. Ramazan ayının 16-cı gününün imsak duası belədir. İlahi, bugün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et. Məni şər adamlardan uzaqlaşdır. Bugün məni öz rəhmətinlə cənnət evində qərar ver. Səni and verirəm, ey aləmlərin Allahı. İftar duası isə belədir. İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.